Salam əziz değerli soydaşlar. Nizami Gəncəvi niye Farsça şiir yazdı? Birinci, Fars dili həmin dəri dilidir, dərbar dilidir, Türklərdən alınmış, Türk dilindən qurulmuş, Türk və Ərəb dilindən demək olur çoxunluqla yapılmış, yapısı olan dildir. İkinci, Türk dilini Ərəb əlifbası ilə yazmaq olmur. O zamanı Nizami Gəncəvinin döneminde hala bu Türk Latin əlifbası yok idi. Çıxmamışdı. Hətta Osmanlı da ilə Ərəb əlifbası ilə yazırdı 100 il bundan qabağa qədər. Və onun da nədənləri İslam hakimiyyətləri olmasıydı, müsəlman olmaqlarıydı. Müsəlman olduqları üçün, Quranı oxuya bilmək üçün Ərəb əlifbası ilə yazıb oxuyurdular. Ki Kur'an'ı okuyabilsin diye millet, Kur'an'ı anlayabilsin diye millet. O nedenle Ərəb əlifbasını intikab eləmişdilər. Ve bu Fars dilini de İngiltere geldi bu son yüzyılda. Onu Türklerin öz yaptıkları bir dildi. Ve Türklerin karşısına koysun diye, Türklerin dilini baskı altında saxlasın, əsarətdə saxlasın, məhv etsin deyə həmin dəri dilini elə bil nəvəni babıya hakim elədilər. Yəni bizim yaptığımız dili ki Hind, Ərəb, Türk dünyası bir-birini anlayabilsin qurulmuşdu. Onu gətirib bizim özümüzə hakim elədilər. Əlbəttə bizi məhv etmək üçün, dilimizi batırmaq üçün, bitirmək üçün. Bunu demək istəyirəm ki, Türk dilinin Ərəb əlifbası ilə yazıb oxumaq olmur. 100 il bundan qabaq da Atatürk Türkiyədə, Azərbaycan aynı şəkildə və biz də gələcəkdə ərsəsök hər hansı bir əlifba ilə Türk dilini yazıb oxuyaq, Latin əlifbası olmalıdır. Çünki Ərəb əlifbası ilə Türk dilinin yazmağı da çətin, oxuması da çətindir. Çünki onların dilinin yazma şəkli fərqlidir bizimlə. Ona göre aziz değerli dostlar, bir tane de məsələni artım ki, Nizami Gəncəvinin bu qədər ki, deyirlər Fars yazıb, İbn Sina da, Farabi de, Xarəzmi de, bunlar da Ərəbcə yazıb. Farslar deyirlər İran kökənlidir, İran şəhərlilər deyirlər İranlıdır. Niye Ərəbcə yazıb bəs bunlar? O nedenle Nizami Gəncəvi de Farsça yazıb. Sağ olun, var olun.